Saray filminin senari müəllifi və rejissoru mərhum Yadullah Səmədidir. 80-90-cı illərin İran filminin tanınmış simalarından olan Səmədi bu filmi 1997-ci ildə həm fars, həm də Azərbaycan dillərində ərsəyə gətirmişdi. Filmdə əsas rollardan birini İran filminin məşhur aktyorlarından olan Fərhad Qaimiyan canlandırmışdı. Film o qədər böyük uğur qazandı ki, yalnız kinoteatrlarda deyil, İran dövlət televiziyasında da dəfələrlə yayımlandı. Hekayə Azərbaycan aşıq ədəbiyyatına son 100 ildə daxil olmuş məşhur bir sevgi əfsanəsindən bəhs edir. Saray adlı bir qız zorla xan ilə evləndirilmək istənir. Lakin o, qəlbini verdiyi çoban ilə sevgisinə sadiq qalaraq, xanın evinə aparıldığı zaman Arpaçay çayına atılır və adını Azərbaycan xalq rəvayətlərində əbədləşdirir. Adamların hamısı əmoğlan qızı ola bilərlər, bacı qardaş ola bilərlər, qonşu ola bilərlər, yoldaş ola bilərlər. Sonrasını daha Allah bilər. Filmin uğurunu təmin edən 3 əsas amil var. Xalq nağılına olan sadiqlik, peşəkar və həvəskar aktyorların uğurlu sintezi və Azərbaycan musiqisinin ustalıqla istifadəsi. Səmədi öz karyerasının son işini məşhur olmasın bu olsun filminin yenidən çəkilişinə həsr etmək istəyirdi. Lakin 2018-ci ildə vəfat etdiyindən bu arzusu gerçəkləşmədi.